Hamıya salam. Mən bu gün sizinlə Quantifiers mövzusunu keçməyə başlayıram. Quantifiers nədir? İlk olaraq gəlin ondan başlayaq. Quantifiers kəmiyyət bildirir. Yəni sayılan tək, sayılmayan cəm və ya cəm, tək, ümumiyyətlə kəmiyyətlə bağlı bir qaydadır. Baxın, mən sizə qısa bir qaydasını izah edeyim. Bizdə burada var ki, inatkar, sayılmayan tək. Bu nə deməkdir? Yəni siz heç bir halda özündən sonra sayılan cəm və ya başqa bir şey işlədə bilməzsiniz. Yəni bunlar inatkardılar. Özündən sonra mütləq nə istəyirlər? Sayılmayan tək istəyirlər. Hansılardır? Much, little, a little. Həmişə sayılmayan tək istəyirlər. İnatkarlar isə yəni özündən sonra mütləq sayılan cəm istəyir. Many, few, a few, several. Bunlar həmişə özündən sonra sayılan cəm istəyir. Üzyola nə deməkdir? Həm sayılan cəm də istəyir, həm sayılmayan tək də istəyir. Yəni hər şeylə yola gedə bilirlər. A lot of-dur. Özündən sonra həm sayılmayan tək, həm sayılan cəm olur. Lots of, plenty of, more, enough. Hamısı işlənə bilir. Nəticə heç birindən sonra sayılan tək isim olmaz. Yəni bunlardan sonra əgər sayılan isim gəlirsə, mütləq cəmlənməlidir. Baxın belə. Mütləq cəmdə olmalıdır, təkdə olmaz. A little-la little-ın fərqi nədir? Həmçinin məsələn few-la, a few-la few-nun fərqi nədir? Heç bir fərqi yoxdur tərcümə olaraq. İkisi də hər dördü az deməkdir. Amma fərqi nədir? Few, a few sayılandan işlənir. Sayılan cəm. Amma little, a little sayılmayandan işlənir. Necə? Məsələn, siz deyirsiniz ki, a few da az deməkdir, a little da az deməkdir, little da azdır və few da azdır. Bunların fərqi nədir? Əgər a artiklı varsa yanında, baxın bunu nəzərdə tuturam. Bu, a artiklı varsa yetərli qədər azdır. Məsələn, evdə çörəyim var, a little breaddir, mənə yetərlidir, yəni az olsa da çatır mənə. Ümumi artikl yoxdursa, deməli yetərsizdir, çatmır mənə. Yəni, necə yadda saxlayın? Artikl var, deməli əlavə nə isə var. Yəni, mənə çata bilər, yetərlidir. Artikl yoxdur, yəni yetərsizdir, çatmır. A few, few da eynən bunun kimidir. Sadəcə tək fərqi nədir? A little, little sayılmayandan işlənir. Few, a few sayılandan işlənir. Sonra, baxın, burada da qeyd olunur. Eyni qayda few, a few-ya da aiddir. Aha, indi gəlirəm bura. Only'dən sonra 2 dənə düzgün cavabımız ola bilər. Ya a few-dur, ya da a little-dur. Əgər a few gəlirsə cəmsim olmalıdır. Çünki few sayılan cəmlərlə işlənir. Little gəlirsə təkdə olmalıdır. Few, little inkarda işlənmirlər. Yəni inkar cümlədə heç vaxt few-la little-ı qoya bilmərik. To, so, very. Bunlardan sonra heç vaxt article olmaz. Yəni nə bilim, to qoysaz, article yazsaz, so qoysaz, article yazsaz, very'dən sonra çox vaxt a article olur, səhvdir. Yəni heç vaxt heç birindən sonra article olmaz. So'dan sonra nə gələr? Much gələr, many, few, little gələr. Amma yenə də deyirəm, so'dan sonra article gəlməz. Sadəcə much, many, few, little gələr. Much gəlirsə sayılmayan olmalıdır, many gəlirsə sayılan olmalıdır, few gəlirsə sayılan, little gəlirsə sayılmayan. Sonra saçdan sonra a lot of gələr. A lot of-dan sonra da həm sayılan cəm gələr, həm də sayılmayan tək gələr. A lot-dan sonra ümumiyyətlə isim olmaz. Amma a lot of-dan sonra isim olar. Yenə də deyirəm, a lot of-dan sonra həm sayılmayan tək, həm də sayılan cəm isim gələ bilər. Amma a lot-dan sonra heç vaxt isim olmaz. Heç vaxt. Only'dən sonra a few gələr, amma very'dən sonra a article gəlməz. Həmçinin very'nin yanında nə idi? Dostları var idi, so var idi, so, bir də to var idi. Yəni bunlardan sonra heç vaxt article işlənməz. Başqa da bir qeyd qalmadı. Bu Quantifiers'a aid qeydlərdir. İndi gəlin biraz testini işləyək. Gəldim 11-ci sinifin toplusuna. Bu yeni çıxan toplulardır. Yəni qırmızı rəngdə olan 11-ci sinif toplusudur. Gəlin ilk sualımızı eləyək. Only'dən sonra nə demişdim gəlir? A artiklı mütləq gəlməlidir. A artiklı yoxdur, atıram. Bunu atıram, çünki a lot-dan sonra heç vaxt isim gəlməz. Amma turist isimdir, ona görə gedir. Qalırıq ya A-dır, ya da D-dir. Əgər little gəlirdisə, sayılmayan olmalıydı. Few gəlirsə, sayılan cəm olmalıydı. Turist gəlib, turist sayılır, həm də cəmdir, ona görə a few.
We have very. Very'dən sonra heç vaxt artiklı gəlməz. B-ni atıram, Y-ni atıram. Baxıram, money puldur. Pul sayılmır, həmişə təkdədir. Many sayılanla işlənir, few sayılanla işlənir, qalır D. They receive. Məsələn, baxırıq variantlara artıq. Information sayılmır. Many information olmaz. A lot information olmaz. A few information olmaz. An information olmaz. A. An information niyə olmaz? Çünki an artikeldir. Artikellar sayıla bilənlə işlənir. A lot olmaz. Çünki a lotdan sonra isim olmaz. A few olmaz. A few'dan sonra cəm isim olmalıdır. Həmçinin many'dən sonra da cəm isim olmalıdır. Aha, baxıram varianta, yəni birinci sözə. Luggage yük deməkdir. Yük sayılmır. Sayılmayan tək olmalıdır. Many sayılanla işlənir. Getdi. A few sayılanla işlənir. Getdi. A lot özündən sonra isim istəmir. Getdi. Few sayılanla işlənir, qalır A. Baxıram, cümlə təkdədir. Tək olanlar hansılardır? Many cəmdir, few cəmdir, few cəmdir. Only'dən sonra mənə nə lazım idi? Article lazım idi, yoxdur. Ona görə little. Only'dən sonra mənə article lazımdır. A lot olmaz, many olmaz, much olmaz. Ya a little'dır ya da a few'dur. Passengers sonunda s-sı var, cəmdədir, a few. Nöqtədən sonra friends gəlib, cəmdədir. Baxıram, cəm olanlar much olmaz, a lot olmaz, a little olmaz, much olmaz, qalır B. 8. What gəlib, what sayılmır, təkdədir. Hansı olar? Few olmaz, many olmaz. A lot of olar, a lot olmaz, çünki isim istəmir. A lot of həm sayılan cəm işlənir, həm də sayılmayan tək. What da sayılmayan tək olduğuna görə olar. Bata yağdır, yağ sayılmır və təkdədir. Many olmaz, few olmaz, a lot olmaz, a lot of. What sayılmır, few olmaz, many olmaz, little olar, a lot olmaz, a few olmaz, little olar. Sonra bata yenə yağdır, much olar və little olar. 1-4. Money sayılmır, təkdədir, little olar və much olar, yəni Y. Interesting article. Siz baxarsınız nöqtədən sonra interesting gəlib, heç vaxt buna fikir verməyin. Yəni sifətdir, siz sifətə heç vaxt durub quantifiers verə bilməzsiniz. Sifətdən sonraki ismə fikir verin. Articles mətnlərdir, hekayələr deməkdir və cəmdədir. Ona görə sayılan cəm lazımdır. Bu gedir, bu qala bilər. A lotdan sonra isim olmaz, gedir. Much olmaz, too much olmaz, elə many. Many interesting articles. Və nöqtədən sonra yenə books gəlib, cəmdədir. Too much olmaz, much, little, a lot, many. Questions cəmdədir. Cəmdə olduğuna görə 1 və 4, yəni A. Correct variant. Very little water. Olar hələlik qalsın. A few'dan sonra news. News təkdədir, olmaz heç vaxt. Many sayılan cəmlə işlənir. Traffic sayılmır, getdi. Too much sugar. Sugar sayılmır, olar muchla. Few mistakes. A few mistakes olmalı idi. Amma həmçinin few mistakes də düzdür. Yəni, biz öyrəşmişik ki, məsələn, few'nun qabağında few olsun və ondan sonra sayılan cəm gəlsin. Amma article olmadan da, yəni 5-ci sualda olduğu kimi article olmadan da biz onu düz kimi götürə bilərik. Çünki few'dur, few'dur özündən sonra cəm istəyir, sayılan cəm istəyir. Mistakes də sayılır, cəmdədir, götürə bilər. Yəni 1, 4, 5 A variantı. Much furniture olar, çünki furniture mebeldir, sayılmır. Much da sayılmayandan işlənir, olar. Many bread olmaz, çünki many sayılanla işlənir, çörək sayılmır. Very many people olar. Few money olmaz, çünki money sayılmır, olmaz. Too much information da olar. 1, 3, 5, yəni B. Only'dən sonra article lazımdır, yəni bu gedir, bu gedir, bu da gedir. A lot olmaz, çünki only'dan sonra ya a few işlənir, ya da a little işlənir. Bizə də variant B-dir. Very gəlib əvvəldə. Very ilə article olmaz, getdi. Sonra gəlirəm cümlənin tərcüməsinə. The hotel wasn't very expensive. Otel çox bahalı deyildi. It didn't cost very. Onun qiyməti çox necə olar? Yüksək deyildi olar, düzdürmü?
İndi baxıram, görürəm ki, çox mənası olan few az deməlidir, little da az deməlidir. Qalırıq A ilə B arasında. Many sayılandan işlənir, much sayılmayandan işlənir. Bizdə cost dəyər sayılmır. Biz onu saya bilmərik. Ona görə much götürürük. Burada biraz çətinlik ola bilər. Çünki cümlənin tərcüməsinə fokuslanmaq lazımdır. Deyir, otel baha değildi. It didn't cost very much. Onun qiyməti çox bahalı deyil. Dəyəri. 20. I couldn't buy that car because it was too. Baxıram, görəm ki, nə deyir bizə? Mən bu maşını ala bilmədim, çünki onun qiyməti çox bahalı idi. Yəni, bahalı olduğuna görə ala bilməmişəm. Little azdır, few azdır, little azdır. Cost dəyər olduğuna görə və sayılmayan olduğuna görə much. 21. Baxıram, görürəm, nöqtədən sonra people gəlir. People sayılan cəmdir. A lot gedər, çünki isim istəmir özündən sonra. Much gedər, qalırıq many, few, few arasında. Baxıram, ikinci. Information sayılmır və təkdədir. Information'ın ümumiyyətlə ən artiklı olmaz. Ənazə sözü də olmaz, çünki ən sözü ilə başlayıb, yəni artikla oxşuyur. Ona görə olmaz, qalırıq Y variantı. 22-yə baxanda görürük ki, nöqtədən sonra nə gəlib? Friends gəlib və cəmdədir. Cəm olanları saxlayaq. Much olmaz. Qalırıq 1, 2, 3 arasında. Burada cümlənin tərcüməsinə getmək. Çünki 3 variantı, 3 dənə rəqəmə aid bir variant yoxdur. Deməli, tərcümə ilə bağlıdır. I am sociable by nature. Mən təbiətlə əlaqəliyəm, yəni təbiətdə sosialam. That's why I have friends and we met quite often. Deyir ki, buna görə də mən dostlarımla görüşürəm, vaxt keçirirəm, mənim çoxlu dostlarım var. Yəni, mən sosial biriyəmsə, avtomatik mənim dostum çox olur. Burada few az mənasında. Ona görə gedir, qalır 2 və 3, yəni C. Gəlirəm 23-ə. Tourist cəmdədir. Cəmdə olan bu gedir, yenə qalırıq 1, 2, 3 arasında. Tərcüməyə getməz. This town is a very interesting place to visit. That's why tourists come here. Bu şəhər gəzmək üçün çox maraqlı, ziyarət etmək üçün çox maraqlı yerləri var. Yəni, çox maraqlı yerdir. Buna görə də çoxlu turistlər bura gəlir. Bu səbəb olaraq da çoxlu turistlər bura gəlir. Çoxdursa yenə few gedir. Qalırıq 3 və 2. Yəni, Y. Aha, baxıram. Granny baked taste rolls. Baxın, tastinə fikir vermirəm. Rollsa qaçıram. Çünki sifət yanında mütləq ki, onun ismi var. Rolls cəmdədir. Baxıram, cəmdə much olmaz. A lot of olar. Only a few olar. Bir də many olar. Yəni 3, 4, 5 D variantı. The children purple flowers. Baxın, flowers cəmdədir və güllər deməkdir. A lot of olar. Many olar. Only a few olar. Yəni 1, 2, 5. Only a little niyə olmaz? Çünki sayılmayan istəyir. Much da sayılmayan istəyir. Amma bizdə sayılandır. Wheat buğda deməkdir. Buğda sayılmır heç vaxt. Ona görə sayılmayan götürməliyik. Many sayılanla işlənir. A few da sayılanla işlənir. Only-dən sonra article gəlməlidir. Burada article yoxdur. Amma A ilə D-də var. Baxıram, söhbət nədən gedir? Buğdadan gedir. Buğda sayılmadığına görə a few ilə işlənməz. Ona görə qalır D. Baxıram. Caviar. Caviar kürü deməkdir. Balığın kürüsü deməkdir. O sayılmır. Həmişə təkdədir. Many olmaz, a few olmaz. Qalırıq bu 3 variant arasında. Only-dən sonra article gəlməlidir. Bunda yoxdur. Söhbət də kürüdən getdiyinə görə, sayılmayan olduğuna görə Y. Do you have? Elə bir şey seçməliyik ki, həm bura uyğun gəlsin, həm də bura uyğun gəlsin. Gəlin baxaq. Time sayılmır. Düzdürmü? Sayılmayandan biz görək nə seçə bilərik. Else var, a lot var. A lot ümumiyyətlə olmaz, çünki time isimdir. Olmaz. Baxırıq, görürük ki, enough'dan sonra orada isim olar, ona baxa bilərik. Many'dən sonra sayılan cəm olmalıdır. Ona görə bu da gedir. Qalırıq so, enough, else. Baxırıq ki, do you have? Baxın, burada ən düzgün cavab enough'dır. Çünki enough'dan sonra isim gəlir, bir də enough'dan əvvəl sifət gələ bilər. Enough'ı biz götürsə 1-ə qoysaq, ondan sonra time gəlib. Nə? Vaxt.
İnafı götürsək bura qoysaq, clever necə? Ağıllı. Ona görə variantımız C-dir. Else niyə olmur? Çünki else'in ümumiyyətlə isimlə bir əlaqəsi yoxdur. Yəni biz bunu götürüb bura qoysaq uyğun gəlmir. Çünki else çox vaxt someone else, somebody else, yəni bu birləşmələrlə işlənir. So isə, baxın buradakı so isə özündən sonra çox vaxt sifət istəyir. Biz götürsək onu bura qoysaq, so time uyğun gəlmir. So to make də uyğun gəlmir. Əgər clever arxada olsaydı, so'dan sonra bəlkə olardı. Kate is so clever. Məsələn, so delicious. Belə olardı. Amma digər halda heç biri uyğun gəlmir. Düzgün variant C-dir. Sonra 29. Aha. So many, so much. Baxırıq. Muchdan sonra kilos gəlib. Much sayılmayandan işlənir. Ona görə gedir. Many'dən sonra pieces gəlib düzdür. A few'dan sonra pieces olmalıydı, amma təkdədir olmaz. A few kilos of düzdür. A little piece of cheese, bu da düzdür. Yəni 2, 4, 5, B. 30. So much bu səhvdir. Packets olmaz. So many cups of coffee olar. A few cups olmalıydı. Səhvdir. Few olar. A little cup of düzdür. 2, 4, 5'de. Work. Work işdir və sayılmır. Onun sayılan versiyası job idi. Bunu yadda saxlayın. Sayılmayansı a few gedir, many gedir, a lot of gedir, few gedir və qalır little. 32. Ink mürəkkəb deməkdir. Qələmin içindəki çernel deməkdir. Mürəkkəb sayılmır. Sayılmayansa few gedir, a lot of gedir, many gedir. Qalırıq bu iki variant arasında. Only'dən sonra da həmişə article gəlməlidir, ona görə D variantı. There was traffic. Traffic sayılmır. Ona görə sayılmayan bir şey olmalıdır. Only'nin article yoxdur, ona görə səhvdir. Little olar, few olmaz, much olar. Yəni 5, 2 və 1. Variant A oldu burada. Keçirik 34'ə. Progress sayılmır, təkdədir. Qalır little, many gedir, çünki sayılandan işlənir. Only'dən sonra article lazımdır bizə gedir. Yenə qalır 3, 5, 3, 4, 5. C. Baxaq. That's why people sayılan cəmdir. Baxıram many'dən sonra sayılan cəm olur. Only'dən sonra article lazımdır, yoxdur. Much sayılmayandan işlən olmaz. A lot of qala bilər. Very'dən sonra few people. Aha, gəlirəm cümlənin tərcüməsinə. Jack trained little. That's why people accepted him to win. Tərcümədə deyir ki, Jack çox az məşq eləmişdi. Buna görə də çox az bir insan onun qazanacağını düşünürdü, gözləyirdi. Ona görə burada olar very few. Many çox deməkdir, a lot of da çox deməkdir. How many cookies cəmdədir. Baxaq görək cəmlə nə işlən. Another olmaz, much olmaz, others'dan sonra isim olmaz. More, the others. The others'dan da sonra isim olmaz, qalır more. 37. Days cəmdir və sayılandır. Baxaq, others'dan isim olmaz, bundan sonra isim olmaz. Sayılmayandan işlənir, təkdə olmalıdır, more. Problems cəmdədir. Baxaq cəmdə olana. A number of özündən sonra cəm istəyir. A lot isimlə işlənməz. Z number of'dan sonra tək lazımdır, olmaz. Qalırıq. Baxaq görək. 4, 5 çıxsa, 5 çıxdı, 4 çıxdı, 4 çıxdı. Qalırıq ya 2, 3 ya da 1, 2, 3 arasında. Baxıram ki, some bir neçə deməkdir. Sayılan tək isimdir. İç isə özündən sonra sayılan tək isim istəyir. Amma bizdə cəmdədir axı, ona görə olmaz. Qalır 2 və 3, yəni C. 39 students cəmdədir.
Cəmdədirsə, the number of olmaz, a number of olar. Each sayılan tək istəyir olmaz. Every tək isim istəyir, amma bizim tək isim də yoxdur. Tək xəbər istəyir, amma bizim xəbər cəmdədir, həvdir. Ona görə bu da gedir. Qalırıq 2 və 3 arasında. Yəni 2 və 3 qalır Y variantı. Düzü bu every, each, sonra başqa hansı var idi? Every, each çoxsu pronoun mövzusuna aiddir, amma yenə də qarşıdırıb salıblar. 40. Reasons səbəblər cəmdədir. A little olmaz. Few olmaz. 1 və 2. Başqa nə var? 1 və 2. 40-cı suala gəlirəm. Baxıram, reasonsdır, sayılan cəmdir. Sayılan cəmlə little işlənmir, too much işlənmir. Qalır 2 və 3 Y variantı. 40-a qədər işlədim. Artıq 40-dan sonrasını siz özünüz sərbəst yazmağa başlayın. Əgər nəyi başa düşməsəz, mənə yaza bilərsiniz və ya əgər istəyirsinizsə, mən bütün testlərin izahını çəkə bilərəm. Sadəcə bunu mənə bildirin, rəy yazın, kanala abunə olun. Və növbəti videolarda artıq mən sizə so, do, I, Nayzə, Ayzə onları izah etməyə başlayacağım. Və belə ardıcıl artıq dərslərimizə qaldığımız yerdən davam edirik. Baxın, bunları izah edəcəm sizə. Həm 9-lar üçün, həm 11-lər üçün. Yəni, qısacası, hansı qrammatikanı bilmirsinizsə, hansında çətinlik çəkirsinizsə, mütləq rəylərdə bildirin. Mən ona aid testlər işləyim, qrammatika izahları verim, faydalı olsun sizə. Növbəti dərslərdə görüşərik.